istedim ki iki kəlmə bugünləri həm də bilik günüdür də 15 sentyabr bilik günü olduğuna görə istedim bir iki kəlmə, üç kəlmə barədə deyim. Sonra bir neçə kəlmə də 15 sentyabr haqqında fikirlərimi deyərəm. Deməli, bizim dinimiz, İslam dini, elmə, bilik, Quran-Kərim özünüz bilirsiniz, yaxşı bilirsiniz. Quran özü oxu deməkdir, qiraət sözündəndir. Elmə qiymət verir, yüksək səviyyədə qiymət verir. İlk nazil olan Quranda surəmiz də Oxu surəsidir. İqra bismi rabbikəl-lezî xəlaq. Yəni ona görə dedim ki, çox maraqlı ilk surədə həm oxu sözü gəlir, həm qələm sözü gəlir, həm yazmaq sözü gəlir. İlk surənin 5 dənə cümləsində. Yəni bu bilik, bu elm, bu qələm hamısı əvvəlinci surədədir. Bir də onu demək istəyirəm ki, indi burada biz hamımız müsəlmanıyıq və dini də bilirik, elmi də bilənlərimiz var. Amma dində belə bir xüsusiyyət var, belə bir qayda var dində. İbadətləri eləməkdən ötürü hədd var. Məsələn, namaz neçə yaşından başlayır? Misal deyirəm də, oruc neçə yaşından vacib olur insana. Yəni, misal üçün deyim, 15 yaşından kişilərə namaz vacibdir. 15 yaşına insan qılması ixtiyarı var. Vacib hədd qoyulur bunun üçün, 15 yaşından. Amma oruc, onun üçün də hədd var. 15 yaşına insan istəyir, tutmamalıdır, günah da deyil. Hədd var ibadət, məsələn, hədd ziyarəti. Onun üçün də hədd var. Həddi buluğu yaz. Çox qəribədir ki, bütün əməllər üçün hədd var, əksəriyyəti üçün. Tilki hüdudullah, Quranda ayədə var da, hədlər var, Allah. Bir dənə məsələ var ki, bir dənə elm üçün hədd yoxdur. Bax, bunu istəyirdim deyim. Peyğəmbər s.ə.v buyurub ki, oxuyun. Bunu Peyğəmbər buyurub, benim Sovet vaxtı Lenin deyib, oxumaq. Əslində Peyğəmbər buyurub, oxuyun. Amma şərti var. Oxuduğunuz şərti budur ki, oxuduğunuzda inanın, imanınız olsun. Oxudunuz, inandınız, gənə də faydası yoxdur. Ne üçün? Oxudunuz, inandınız, əməl edin. İndi bir dənə məsələ var, gənə də faydası yoxdur ya. Oxudun, inandın, əməl edin, faydası yoxdur. Ne üçün? Oxuyursan dillə, ürəklə oxuduğu, görək, bizə bir adam deyim, mən müsəlmanam. Şərti nədir? Dillə dediyini ürəklə təsdiq eləsin, vücudu ilə də əmələ götürsün. Yəni, hərəkəti ilə əmələ götürsün. Ondan Allaha həqiqi imanı olur. Deyir, oxudun, inandın, əməl də elədin, xeyri yoxdur. Ne üçün? Sənin özün üçün oldu. Gəlib oxumusan, alim olmuşsan. Özün üçün də adın var, dərəcən var, filanki salimdir, elə ucudurdur, özün üçündür. Amma diqqət edirsən, inandın, o da özün üçündür. İnandın, sənə deyəcəklə mümin. Allahın ən dərəcələrin ən böyücü Quranda mömindən yüksək dərəcə yoxdur. Peyğəmbərlə peyğəmbərlik eləməli olsa görə mömin olsun. Deməli, imanın var, bu da özün üçündür. Əməl dölədin, ibadət, itaət, yaxşı, özün eləyirsən. Sənin dəftərinə yazılır, bu da özün üçündür. Bu vaxt dördüncü var ki, əmr və məruf, başqalarına çatdırmaq. Bu günlər bizim məktəbimiz, müəllimlərimiz, alimlərimiz burada da iştirak edirlər. Danışırlar, məruz oxuyurlar, çatdırırlar. Quran da deyir ki, bizə ki, vəltəkum minkum ümmətun yədununa iləl xeyr və ya'muruna bil məruf və yanhauna anil münkər ülaikə humul muflihun. Allah deyir, bu cəmiyyətin içindən bir dəstə adam çıxacaq. Pis yola gedənləri qeytərcək, başa salacaq. Yaxşı iş görənlərə dəvət edəcək, yaxşı iş görməyə. Danışığı ilə, deməyi ilə, məlumat verməyi ilə. Bu nöqteyi nəzərdən çox maraqlıdır ki, Allah gör necə qiymət verir elmi yayana. Çünki onda burada özün üçün olmadı. Sən artıq deyirsən, danışırsan, kitab yazırsan, məlumatlandırırsan, bu oldu ictimai. Bu oldu xalq, ümumiyyət üçün oldu, ona görə bəyənildi. Oxumağın da, inamın da vücud. Bunu eləməsən Allah dərgahında bəyənilmir. Bu bir. İkinci də budur ki, dediklərin üçün hədd var, bax. Bir dənə elm üçün yoxdur. 7 yaşında bir dənə uşağı götürürlər Peyğəmbərin yanına ki, bunu dərs versinlər buna. Deyir, neçə yaşı var, deyir, 7 yaşı var, deyir, gecikmirsən, 7 il. Mən demişəm ki, utlubul elmə minəl məhd iləlləh. Elmin dasıyla gedin 5-dən ta qəbrə qədər. Bu bizim məktəbimizdir, bizim məzhəbimizdir. İslam'a məhəbbət sözü var məzhəbimizdə. Həm Sure-i İnsan oxunur məktəbimizdə. Bu da Məhəmməd adıdır ya, xəyalı xanım.
Sure-i İnsan, bizim məktəbimiz insanlıq dərəcəsidir. Bu nöqteyi nəzərdən mən təbrik edirəm. Məktəbin günü münasibəti ilə, bilik günü münasibəti ilə müəllimlərimizi, alimlərimizi, elm əhlimizi və hamımızı bu münasibət təbrik edirəm. İkinci cümləm də budur ki, bu iş ki, burada təşkil olunub Abşeron süfrəsidir. Oradan da süfrənin özünə məxsus süfrə mədəniyyəti var və bugünkü gündə Qafqaz İslam ordusu Beyalarda Xəyalı xanım da çıxış eləyəndə orada o da işarə edir. Həqiqətən də çünki burada bizim alimlərimiz var. Mən onların müqabilində, yəni ki, o tarixçi də öyrənməm. Onu öyrənmə azmaz hərdən təvəkkül mühəndisi cizməqara eləyirik də. O hadisə yaxşı işarə edir. Təkcə qoçular yox. Orada beylər də olub, ağalar, nökərlər də olub. Mart ayından, yəni ki o 5 ay əziyyətli olan adamlar olub. Özünə müdafiə edilənlər gözəl alimlərimiz bilir bunun qəşəngini. Özünü müdafiə dəstələri olub. Mart hadisələri ki var. İndi 1906, 1905, 1906 Erməni-Müsəlman davası bir Möhsün Nəvvabın da var. Ne bilim də saymıram burada. Mart hadisələri var. Çoxlar Müzzimin də var bu barədə əsəri. Onu demək istəyirəm ki, bu Mart söhbəti başlayandan, burada söhbətlər çoxdur. Çox insanlar həm şəhid olub, zülmə məruz qalıb. Çox da insanlar olub ki, müdafiə dəstələri yaradıblar. O müdafiə dəstələri sentyabr ayında olub. Türklər sentyabr ayında gəliblər köməyimizə. Amma onlar gələnəcən bizim müdafiə də hər kənddə bir müdafiə dəstəsi olub və o müdafiə dəstələrinin komandiri olubdur. Məsələn, tarixdə bizə rast gəlib, araşdırmışıq, tapmışıq. Ona görə də İslam Qafqaz ordusu gələndə, Qafqaz İslam ordusu gələndə o Nuri Paşa bir sıra şəxslərə tarixi sənədlərlə deyirəm, özüm araşdırmışam, mükafat verir. Məsələn, onlardan biri kimdir? Kürdaxanlı Adil. Kitabı da çıxır. Ona da at bağışlayır. Bizim Buzana kəndində Hacı İskəndər Bey, ona da Türkü qəhrəmanı medalını verir. İndi hər kənddə olub, yəni bunları bircə ayrı verməyib ki, bunlar zəhmət çəkiblər. Bunlar rəhbərlik ediblər, müdafiədə bəyəniliblər. Bu gəlib deyib ki, əhsən sözə. Deməli, bunların zəhmətləri olub da. Bir onu demək istirdim. Bir də onu demək istirdim ki, bu ilə də sözümü tamamlayayım. Yaşlı 100 yaşında, o vaxt mən o yazanda kitabları, qoca kişiləri dindirirdim bu hadisələrə görə. Bir dəfə 100 yaşında bizim Buzona kəndində qoca var idi. O da açdım onu mənim üçün ki, rivayət kimi. Çox da xoşum gəldi. Dedi ki, Türklər gələndə artıq köməyə bizə. Bizim də hansısa bir ruhanimiz olub, biz molla dilində ruhanimiz olub, gör Türklər gəlir atlarla qoşun gəlir. Bu bunları görüb pəncərəsini açıb, öz evinin pəncərəsi. Ruhani olub başlayıb avazla Quran oxudu, uzunlar eşitsinlər. Bu da pis niyyət eləməyim onu. Yəni fikirləşim ki, avazla qoy xoşlarına gəlsin ki, bizdə müsəlmançılıq var. Bu niyyət edeyim. Amma bir səhv orada nə olur? Füzuluna Allah qəni-qəni rəhmət eləsin. Səbrim alıb fələk mənə 100.000 bəla verər. Az olsa bir məta, ona el çox bəhalıdır. Azın həmişə qiyməti olur. Görək az oxuyayım. Ne üçün? Elə ki, komandirin görüb ki, Quranın səsi gəlir, əmr eləyib orduya diyanın. Bunlar bizim kimi də öyrək, onlar qanunla gedir. Məndə bir dənə videolet var, sənədli filmdir. Qafqaz İslam ordusu günorta namaz qılır, cemaat namazı. Hamı silahlı yer, görüşün ortasında. Sözümündə də əmr eləyib düşür atlardan, Quranın səsi gəlir, at üstündə olmaz, əyaq üstündə. Atların cüyolundan belə tuturlar, tutun ordu. Diyanıb, ta o ses kesilənəyəcək. Bu da görür ki, bunlar Rezzetinə qulağı biraz da uzadır. Görək uzatmayaydı da. Biraz da uzadır. Neysə, qutarandan sonra, bu diyanandan sonra komandir əmr verib ki, çağırın ruhanını bura. Çağırır. Deyib, Quran oxudun əla. Dinimiz var, saxlı əla. Biz də qulaq asdıyıq. Çox. Amma çox uzun oxudunsa. Axı biz gəlmişik sizi xilas eləməyə. Burada qırırlar. İnsanlar ölür. Amma keçə bilmirik. Allahın kəlamını tapdalaya bilmirik. Bax, bu qədər imanlı insanlardır. Ona görə mən fikirləşdim ki, düzdür, burada gəldi deyirəm. Qısa danışdım burada.
Onu demək istəyirəm ki, burada bizim alimlərimiz var, onları dinləyəcək inşallah. Qəşəng. Firdosiyə xanım var, mən həmişə onun çıxışlarına qulaq asıram. Mahcama xanım var burada şairimiz. Burada mən yaddan çıxan olar, Bakıxanovu var Sıqlıca. Burada bizim təvəkkül müəllim var. Hamısı tanıyırsınız. Azaqı qardaşımız, Polkovnik Həmid. Hüseyin Cavidin cənazəsini bu götürür Sibirdən. Polkovnik Həmid. Həmid Cəfərov var burada. Öz əlləri ilə götürüb gəlib. Heydər Əliyev mərhum Ulu öndərimiz onu göndərmişdi Sibirə qeyb götürür. Ləyaqətli insandır orada iştirak edir. Qardaşlarım var o Hacı İntiqamda da adlarını bəzilən bilmirlər. Hacı Silaj qardaşımız var. O həm şairdir. Sonra Mahcama xanım da şairdir. Mən şair deyirəm. Ancaq şair olmayan şeir yazamam. Yəni ki, nə üçün onu dedim ki, türklə başladı. Türkün şeiri ilə. Mən də türkə aid bir qəzəlim var. İndi yazmamışam ama çoxdan yazmışam. İstədim hələ oxuyayım, maraq sürünsün, görün bəyənərsin necə yazmışam. Öz fikrimdir. Dillərdə gezir şam-ı səhər söhbəti türkün. Dünyaya şərafət götürür şöhrəti türkün. Bir sərgi kimi oldu əyan əhli cahanə. Öz xisleti, öz ənənəsi, adəti türkün. Minlərlə igid at belinə qalxdı zəfərlə. Ta məlum ola aləmə bu qudrəti. Ta məlum ola aləmə bu qudrəti türkün. Küffar ilə cəng eylədi. Mərdanə döyüşdə ta məlum ola hər kəsə hürriyyəti türkün. Peyğəmbərimiz türkləri tərif edibdir. Bilirsiniz də, Peyğəmbərimiz türklər haqqında bir kəlam buyurubdur. O kəlamda da buyurub ki, əgər türkləri istəyirsiniz türklərlə müsəlmana qəbul etdirirsinizlərlə, dostluq edirsiniz, çox böyük sözdür ya. Mahmud Kaşgarlının kitabında yazılıb bu. Sonra onu da Məhəmməd Əmin Rəsulzadə öz yazdığı əsərdə, mən buradan götürmüşdüm, sonra onu təkrar edibdir. Mənim bir kitabım çıxıb, Məhəmməd Əmin Rəsulzadə və İslam. Həmin kitabda vermişəm bu sözü. Peyğəmbərimiz türkləri necə tərif edib? Deyib, istəyirsiniz türkləri yaxınlıq edirsiniz, dostluq edirsiniz, gedin ulanın dilini öyrənin, ulanın öz dilində danışın, türk dilində danışın. Gör, nə qədər qiymət veribdir. Ulanın ürəyini almeydən ötürü, uların dilləri ilə danışır. Peyğəmbərimiz türkləri tərif edibdir. Bu şən ilə aldı dərəcə xidməti türkün. Türk adına layiqdir. Türk adına layiqliyi amalı olubdur. İslam ilə yetdi yerinə niyyəti türkün. Olmuş hünəri dəhridə hər millətə ibrət. Ad qoydu cahanda əbədi hikməti türkün. Türkmən, Qazaq, Özbək, hələ biz Azərilər də türklərlə bərabər sayılır milləti türkün. Sultan, əbədi türklüyümüz birliyimizdir. Sultan, əbədi türklüyümüz birliyimizdir. Dünyanı xilas eyləyəcək vəhdəti türkün. Çox sağ olun. Çok sağ olun. Çok özür dilerim. Ben de yanlış.